Bismillahirrahmanirrahim. Qədr gecələrinin əməlləri hansılardır? Qədr gecələrinin əməlləri iki qismə bölünür. 3 qədr gecəsi üçün müştərək olan əməllər və hər birinin özünə məxsus əməlləri. Qusl etmək, oyaq qalmaq, 100 rükət namaz qılmaq və dua oxumaq bu gecələrin müştərək əməllərindən sayılır. Eyni zamanda hər gecənin özünə məxsus əməlləri də var. Qədr gecəsi insanların ləyaqət və qabiliyyətlərinə əsasən, onların bir illik müqəddəratının taleyinin təyin olunduğu bir gecədir. İl ərzindəki gecələrdən heç biri əzəmət və fəzilət baxımından ona çata bilməz və o gecədəki əməllər 1000 aylıq əməllərdən üstündür. Allahın mələkləri və bütün mələklərdən daha əzəmətli olan Ruh adlı mələk Allahın izni ilə yerə enir və İmam-ı Zaman Əccalallahu Teala'nın huzuruna gəlir və hər bir insan üçün bir il müddətində müəyyən edilənləri o həzrətə bildirir. Xoş o kəsin halına ki, Qur'anın nazil olduğu belə bir gecədən faydalanaraq onu tövbə, dua, ağlamaq və Allah dərgahına üz tutmaqla keçirir və özü üçün dəyərli, mənəvi və ruhani bir aqibət və taleyin təyin olunması ilə bağlı zəminə və müqəddimə hazırlayır. Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun 3 gecədən 19-cu, 21-ci və 23-cü biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər 3 gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfüne nail olmaq üçün kamil şəkildə hazır olsunlar. Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən 21 və 23-cü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edilir. 19-cu gecənin əməlləri. Bu gecə Qədr gecəsinin birinci gecəsidir və onun əməlləri bu gecədən başlayır. Qədr gecələrinin əməlləri iki qismə bölünür. Birincisi, hər 3 Qədr gecəsi üçün müştərək olan əməllər. İkincisi, onların hər birinin özünə məxsus əməlləri. Qədr gecəsinin müştərək əməlləri. Qədr gecəsi üçün qüsl almaq, mərhum Əllamə Məclisi yazır. Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslu qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar. 2. 2 rükətli namaz qılmaq. Hər rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq və namazı qurtardıqdan sonra 70 dəfə Əstəğfirullahı və Ətubə iləh demək. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən nəql edilən rəvayətdə belə buyurulur. Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış, Allah Teala onun, ata və anasının günahlarını bağışlayar və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə, xeyir əməllər yazsınlar. 3. İmam Muhammed Baqir əleyhissalam bu gecənin digər bir əməli barədə belə buyurmuşdur. Qur'anı açıb üzünüzün müqabilində tutub deyin. İlahi, səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir, məni cəhənnəmdən azad, xilas etməyini istəyirəm. Sonra öz hacətini istəyirsən. 4. Qur'anı başın üzərinə qoymaq mərasimi. İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən, Qur'anı başın üstünə qoyur və belə deyirsən. İlahi, bu Qur'anın, onu bu Qur'anda göndərdiyim kəsin və onda məth etdiyin hər bir müminin və sənin onlar üzərindəki, sənin özündən başqa heç kəsin bilmədiyi haqqında xatir, sənin özündən başqa heç kəs səni layiqincə tanıya bilməz. Sonra hər bir 10 dəfə olmaqla belə deyirsən. Bikə ya Allah, bi Muhammedin
بعلي بفاطمة بالحسن بالحسين بعلي بن الحسين بمحمد بن علي بجعفر بن محمد بموسى بن جعفر بعلي بن موسى بمحمد بن علي بعلي بن محمد بالحسن بن علي ve bil hücce. Sonda nə hacətin varsa Allahdan istə. Bu zikirləri huzur-u qəlblə və bütün diqqətini ilahi dərgaha yönəldərəkdir. Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin. 5. Həzrət İmam Hüseyn əleyhissalamın ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər 3 gecədən birində Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir. Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir. Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin və ziyarətnaməsi oxunsun. 6. Qədir gecələrində oyaq qalmaq, yəni bu gecəni sübhə qədər ibadət, dua, Qur'anın tilavəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək. Həzrət İmam Baqir əleyhissalamdan nəql edilən rəvayətdə belə bildirilir. Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar. Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar. 7. 100 rükət, hər biri 2 rükət və 1 salamdan ibarət namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır. Və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə Fatihə surəsindən sonra 10 dəfə Qul Huvallah, yəni İxlas surəsini desin. 8. Mərhum Şeyh Kəfəmi Misbah kitabında nəql edir ki, İmam Səccad, yəni İmam Zeynəlabdin əleyhissalam bu duanı Qədr gecələrinin 19, 21 və 23-cü gecəsində ayaq üstə oturduqda, rükû və səcdə etdikdə oxuyardı. İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə Muhammed və Ali Muhammedə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini, neymətlərini tamamla. Həqiqətən, mən sənin miskin, möhtac, aciz, zəif, əli boş bəndənəm. İlahi, mənə neymət verdiklərin şeylər və bəxş etdiklərində səni yad etməyi unudanlardan etmə. Hətta uzun müddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, istərsə də asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əli boş, istərsə də neymətlər içində olduqda, duaları qəbul etməyindən məni naümid eləmə. Həqiqətən sən duaları eşidənsən. 9. Mərhum Əllamə Məclisi belə buyurur. Bu gecədə ən yaxşı əməl insanın özü, atası, anası, yaxınları, mömin qardaşları üçün onların həyatda olub olmamasından asılı olmayaraq, günahların bağışlanması, dünya və axirətləri üçün dua etməkdən ibarətdir. Eyni zamanda mümkün olduğu miqdarda Peyğəmbər salavatullah və Ali Peyğəmbərə salavat göndərmək lazımdır. Bəzi rivayətlərdə Zovşan-ı Kəbir duasını hər 3 gecədə oxumaq tövsiyə olunmuşdur. Rəvayətdə qeyd olunub ki, bir şəxs Peyğəmbərin huzuruna gələrək o həzrətə dedi:
Əgər Qədr gecəsini dərk edə bilsəm, Allahdan nə istəyim? Həzrət Peyğəmbər salavatullah buyurdu, sağlamlıq istə. Bismillahirrahmanirrahim. Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir. Niyyət. Qədr gecəsinin namazını qılıram qurbətən ilallah. Sübh namazı kimi 2 rükətlidir. Lakin hər Həmd surəsindən sonra 7 dəfə İxlas, yəni Qul Huvallah surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alnını səcdəyə qoyaraq səcdə halında 70 dəfə Əstəğfirullah və ətubu iləyh deyilir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə Əstəğfirullah və ətubu iləyh deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. Bismillahirrahmanirrahim. Qədr gecəsi hansı gecədir? Qədr gecəsinin Ramazan ayında olması şübhəsizdir. Bu məsələ bir sıra Quran ayələrini mütaliə etdikdə anlaşılır. İlk olaraq Qur'anın Bəqərə surəsinin 185-ci ayəsinə əsasən Ramazan ayında nazil olduğunu oxuyuruq. Əuzu billahi minəşşeytanirracim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı Qur'an nazil edilən aydır. Digər tərəfdən də həqiqətən biz onu, yəni Qur'anı, Qədr gecəsində nazil etdik ayəsinə əsasən, Qur'anın Qədr gecəsində nazil olduğu anlaşılır. Bu zaman belə bir sual yaranır. Qədr gecəsi Ramazan ayının hansı gecəsidir? Bu barədə çoxlu nəzəriyyələr irəli sürülmüş və təfsirlər yazılmışdır. Qədr gecəsinin 1, 17, 19, 21, 23, 27 və 29-cu gecə olduğunu söyləmişlər. Amma məşhur rəvayətlərə istinadən Qədr gecəsinin Ramazan ayının son 10 günlüyündə 21-ci və ya 23-cü gecəsində olduğu qeyd olunur. Rəvayətlərdə də Allah Rəsulunun sallallahu aleyhi və aleyhi və səlləm son 10 günlükdə bütün gecəni oyaq qalaraq əhya saxlaması və ibadət etməsi bildirilmişdir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdə belə buyurulur. Qədr gecəsi 21-ci və ya 23-cü gecədir. Hətta ravi israr edərək bu gecələrdən hansının Qədr gecəsi olduğunu soruşur. Əgər mən hər iki gecəni ibadət etmək gücündə olmasam, bu gecələrdən hansında ibadət edim? İmam Sadiq əleyhissalam o gecəni müəyyən etməyi buyurur. Hacət istədiyin bir şey üçün 2 gecə necə də asandır. Lakin Əhl-i Beyt əleyhissalamdan nəql olunan müxtəlif hədislərə əsasən 23-cü gecəyə üstünlük verilmişdir. Halbuki Əhl-i Sünnə məzhəbində olan rəvayətlərdə 27-ci gecəyə işarə edilir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan digər bir rəvayətdə buyurulur. Müqəddəratın təyini 19-cu gecədə, onun hökmü 21-ci gecədə, imzası isə 23-cü gecədədir. Hər halda Qədr gecəsinin hər hansı gecə olması açıq şəkildə bəyan olunmamış və gizli qalmışdır. Bunun da müəyyən sirləri vardır. Növbəti sualımız bu məsələ haqqındadır. Nə üçün Qədr gecəsi gizlidir? Bir çoxları inanırlar ki, Qədr gecəsinin ilin və ya mübarək Ramazan ayının gecələrinin arasında gizli olması insanların bütün gecələrə əhəmiyyət verməsi ilə bağlıdır. Necə ki, Allah Taala buyurur, razılığını müxtəlif itaət və ibadətlər arasında gizlətmişdir ki, insanlar bütün ibadətləri yerinə yetirsinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, insanlar bütün günahlardan çəkinsinlər. Dostlarını insanlar arasında gizlətmişdir ki, bütün insanlara hörmət edilsin.
qəbul etməsini duaların arasında gizlətmişdir ki, insanlar bütün duaları yerinə yetirsinlər. İsmi Əzəmini adlar arasında gizlətmişdir ki, bütün adlarına hörmət göstərib böyük hesab etsinlər. Ölüm vaxtını gizli saxlamışdır ki, insanlar hər an ona hazır olsunlar. Bunlar Qədr gecəsinin gizliliyi üçün bir fəlsəfə və dəlil kimi sayıla bilər. Bismillahirrahmanirrahim. Qur'anı başa qoymaq. Allahın, Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm və imamlar aleyhissalamın adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı baş üstə qoyub saxlamaq deməkdir. Yəni, ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam. Hz. Peyğəmbər salavatullah buyurur, hər kəs Qur'anı özünə rəhbər edərsə, Qur'an onu cənnətə aparar. Hər kəs Qur'anı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Qur'an onu cəhənnəmə tərəf yönəldər. Yəni, hər kim Qur'anı oxuyub ona əməl edərsə və ona tabi olarsa, Qur'an onu cənnətə aparıb çıxarar. Lakin Qur'ana tabi olmayan şəxs, Qur'an oxumağına baxmayaraq cəhənnəmə vasıl olar. Qur'anı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki, ey Allahım, mən sənə və sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm. Qur'anı baş üzərinə qoyub dua etməyin qaydası. Əvvəl Qur'anı açıb bu duanı oxumaq lazımdır. Allahümmə inni əsəlukə bi kitabikəl munzəl və mə fihi və fihi ismukəl əkbər və əsmaükəl husna və mə yuxafu və yurcə ən təcələni min utəqaikə minən nar. Allahümmə bihaqqi hazəl Qur'an və bihaqqi ən ərsəltəhu bih və bihaqqi kulli mu'minin mədəhtəhu fihi və bihaqqikə aleyhim fələ əhədə ərəfu bihaqqikə mink. Sonra Qur'anı baş üzərinə qoyub, hərəsini 10 dəfə bu adları deyirsən. Bikə ya Allah, bi Muhammedin, bi Aliyin, bi Fatimətə, bil Həsəni, bil Hüseyni, bi Ali ibn Hüseyn, bi Muhammed ibn Ali, bi Cafer ibn Muhammed, bi Musa ibn Cafer, bi Ali ibn Musa, bi Muhammed ibn Ali, bi Ali ibn Muhammed, bi Hasan ibn Ali, bil Hüccət. Bu mübarək adlara and verən zaman Qur'an başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur. Bismillahirrahmanirrahim. Qədr gecəsinin ən yaxşı əməli hansıdır? İnsan həyatında bəzən elə fürsətlər meydana gəlir ki, əgər onlardan istifadə etsə, çoxlu xeyir aparmış olar. Bu fürsətlərdən biri də Qədr gecəsidir. Bəli, Qədr gecəsi 1000 gecədən daha üstündür və bu gecədə insanın taleyi həll olunar və bir illik təqdiri təyin edilir. İmam Əli əleyhissalam buyurur, fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin. İnsan həyatında meydana gələn fürsətlər qızıl kimidir. Bəlkə ondan daha dəyərlidir. Onun qədrini bilmək lazımdır. Qədr gecəsinin özünə məxsus əməlləri və ibadətləri vardır. O cümlədən qüsul almaq, namaz qılmaq, Qur'ana başa qoymaq, əhya namazı qılmaq kimi əməllər. Bəs bu əməllərin içərisində ən üstün olanı hansıdır? Qədr gecələrinin əksər hissəsində biz Qur'anı başımıza qoyur, Coşan-ı Kəbir duasını oxuyur, istiğfar edirik. Bu əməllərin savabı böyükdür. Ancaq məsələ buradadır ki, dua oxumaqda hədəf nədir? Niyə Qur'an məhz bu gecədə nazil olmuşdur?
Bu gecənin izzətlərindən biri də budur ki, müqəddəs Quran kitabı bu gecədə nazil olmuşdur. Bu elə gecədir ki, gərək onun hədəfi barəsində təfəkkür edəsən. Əks halda etdiyin duaların əhəmiyyəti az olacaqdır. Quran oxu, dua et, ancaq təfəkkür edərək. Ona görə də deyə bilərik ki, bu gecənin ən yaxşı əməli təfəkkürlə edilən ibadətdir. Həzrəti Peyğəmbər salavatullah buyurur, bir saat təfəkkür etmək, bir il ibadət etməkdən daha üstündür. Hər kim təfəkkür edərsə, Allah onun qəlbini mərifət nuru ilə doldurar və bəsirətini açar. Təfəkkür ancaq insana məxsus əməllərdəndir. Ona görə də Qədr gecələrində təfəkkür etməyi unutmayaq. Çünki təfəkkür etmək bu gecənin ən üstün əməlidir. Bismillahirrahmanirrahim. Qədr gecəsinin namazı necə qılınır? Qədr gecəsinin namazının qılınma qaydası belədir. Əvvəl niyyət. Qədr gecəsinin namazını qılıram qurbətən ilallah. Daha sonra sübh namazı kimi 2 rükətlidir. Lakin hər rükətində Həmd surəsindən sonra 7 dəfə İxlas, Qul Huvallah surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alnı səcdəyə qoyaraq, səcdə halında 70 dəfə Əstəğfirullahı və Ətubu İləhi zikri deyilir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə Əstəğfirullahı və Ətubu İləhi deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. Bismillahirrahmanirrahim. Qədr gecəsində qılınan 2 rükət namazın, oxunan Qur'anın, alınan quslun, saxlanan əhyanın və digər əməllərin savabı. İmam Cəfər Sadiq əleyhissalam buyurur, əgər kimsə Ramazan ayının 23-cü gecəsində Qədr surəsini 1000 dəfə oxuyarsa, səhər olan zaman yəqini daha da möhkəm olar. Həzrəti Peyğəmbər salavatullah buyurur, bu gecədə edilən əməllər haqqında belə deyir. O kəs ki, Qədr gecəsini ibadətlə əhya saxlayarsa, imanlı və sabir olarsa, Allah keçmiş günahlarını bağışlayar. İslam Peyğəmbəri yenə də buyurur, o kəs ki, Qədr gecəsində 2 rükət namaz qılar, həmddən sonra 7 dəfə Təvhid surəsini oxuyar və namaz bitəndən sonra 70 dəfə Əstəğfirullahı və Ətubu İləhi deyər. Yerindən qalxmamış Allah onu, ata və anasını bağışlayar. Mələk göndərər ki, həsənələrini gələn ilə qədər yaddaş etsin. Başqa bir mələyi vəzifələndirər ki, behişdə onun üçün ağac əksin və qəsrlər inşa etsin ki, oradan çaylar axar. Dünyadan getməz o zamana qədər ki, Allahın bu lütfünü öz haqqında müşahidə edər. İmam Məhəmməd Baqir əleyhissalam buyurur, o kəs ki, Ramazan ayının 23-cü gecəsini əhya saxlayar, 100 rükət namaz qılar, Allah onun ruzusunu artırar, düşməni qarşısında kifayət edər, qərq olmaqdan, oğurluqdan ona pənah verər, münkərlə nəkirin qorxusunu ondan uzaqlaşdırar və qəbrindən o halda çıxar ki, nuru məhşər əhli üçün parıldayar və əməl dəftərini sağ əlinə verərlər. Atəşdən, siratdan, azadlıq və əzabdan amannamə ona verilər. Hesab vermədən behişdə daxil olar. Behişdə peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, salihlərin rəfiqi olar. İmam Rıza əleyhissalam buyurur, o kəs ki, iftar zamanı bir parça çörəyi yoxsula sədəqə verər, Allah onun günahlarını bağışlayar. İmam Cəfər Sadiq əleyhissalam buyurur, o kəs ki, Ramazan ayında sədəqə verər, Subhanallah 70 növ bəla və giriftarlığı ondan uzaq edir. İmam Musa ibn Cəfər əleyhissalam buyurur, o kəs ki, Qədr gecəsində qüsl olar və sübhə qədər əhya saxlayar, günahları bağışlanar. İmam Cəfər Sadiq əleyhissalam buyurur, o kəs ki, Qədr gecəsində Ənkəbut və Rum surəsini oxuyar,
O istisnasız behiş ehlidir. Bismillahirrahmanirrahim. Qədir gecəsi oyaq qalmaq gecəsi deyil, ayılmaq gecəsidir. Möminlər bütün dövrlərdə Qədir gecələrində məscidə tələsərdilər. Həmin gecələrdə Qədir gecələrinin fəzilətindən danışardılar. Əgər hansısa günah işlətsələr, bu mübarək gecənin intizarını çəkərdilər. Çünki bilirdilər ki, bu elə gecədir ki, heç bir insan əliboş geri qayıtmaz, heç bir ürək ilahi rəhmətdən ümidsiz olmaz. Bu həyəcan və şövqü yeni nəslə ötürə bilmişikmi? Bu nəsil yeni texnika ilə dəyişsə də, ürəkləri həmin ürəkdir. Həmin ixlaslı və intizarda olanların ürəklər. Həzrəti Peyğəmbər salavatullahdan gələn hədisdə oxuyuruq. Həzrəti Musa əleyhissalam Allaha ərz edir: Allahım, qürbət məqamını istəyirəm. Cavab gəlir: mənim qürbüm Qədir gecəsində oyaq qalmaqdadır. Deyir: Allahım, rəhmətini istəyirəm. Cavab gəlir: mənim rəhmətim Qədir gecəsi sakinlərinə mərhəmətdədir. Deyir: Allahım, siratdan keçmək icazəsi istəyirəm. Cavab gəlir: siratdan keçmək rəmzi Qədir gecəsində sədəqə verməklədir. Deyir: Allahım, behişt və nimətlərini istəyirəm. Cavab gəlir: o Qədir gecəsində təsbih deməyin girovundadır. Deyir: Allahım, cəhənnəm ateşindən nicat istəyirəm. Cavab gəlir: cəhənnəmdən nicat rəmzi Qədir gecəsində istiğfar etməklədir. Deyir: Allahım, sənin rizanı istəyirəm. Cavab gəlir: o kəsə ki, mənim rizam şamildir, Qədir gecəsində namaz qılar. Bəli, bu mübarək gecə elə bir gecədir ki, səhəri günəş şüasız doğar, gündüzün havası mötədildir, baxmayaraq ki, yay fəslində olsa belə. Həzrəti Peyğəmbər salavatullah buyurur: hər kim Qədir gecəsini əhya saxlayar və mömin olar, cəza gününə etiqadı olar, bütün günahları bağışlanar. Qur'anın buyurduğu kimi, Qədir o gecədir ki, Qur'an Peyğəmbərin mübarək ürəyinə nazil olmuşdur. Bu elə bir gecədir ki, o biri aləmlə bu aləm bir-birinə yaxınlaşar və birləşər. Qədir gecəsini ona görə Qədir adlandırırlar ki, Allah həmin gecədə bir illik hadisələri təqdir edər. Belə ki, həyatı, ölümü, ruzini, səadəti, bədbəxtliyi o gecədən gələn Qədir gecəsinə qədər müəyyən edər. O gecədə mələklər Allah bəndələrini əhatəyə alar. Bu gecədə hər bir insanın bilirlik, xeyri, şər'i ruzisi, həyatı və ölümü müəyyən olar. Bu gecədə müsəlmanlar birləşər və müttəhid olar. Yoxsul ilə zəngin bir-birindən ayrılmaz. Hamı Qur'anı başına qoyar və əllərini məbuduna tərəf açarlar. Hamı bərabər və qardaşdırlar. Hamı bir yerdə deyər: İlahi əl-ərz. Bəli, Qədir gecəsi ayılmaq gecəsidir. Hamı Allah dərgahında ayıq və sayıq olmaq istəyir. Şeytanı özündən uzaqlaşdırmaq istəyir. Sanki yer kürəsi də bu gecədə oyaq olur və heç yatmır. Hər kəs dua edər, ibadətlə məşğul olar. Qur'an oxuyur, namaz qılır. Bu gecələrdəki fürsəti əldən verməyək və ayılmağa çalışaq. Bismillahirrahmanirrahim. Qədir gecəsi oyaq qalmaq gecəsi deyil, ayılmaq gecəsidir. Möminlər bütün dövrlərdə Qədir gecələrində məscidə tələsərdilər. Həmin gecələrdə Qədir gecələrinin fəzilətindən danışardılar. Əgər hansısa günah işlətsələr, bu mübarək gecənin intizarını çəkərdilər. Çünki bilirdilər ki, bu elə gecədir ki, heç bir insan əliboş geri qayıtmaz, heç bir ürək ilahi rəhmətdən ümidsiz olmaz. Bu həyəcan və şövqü yeni nəslə ötürə bilmişikmi? Bu nəsil yeni texnika ilə dəyişsə də, ürəkləri həmin ürəkdir.
həmin ixlaslı və intizarda olanların ürəklər. Həzrəti Peyğəmbər salawatullahdan gələn hədisdə oxuyuruq. Həzrəti Musa əleyhissalam Allaha ərz edir: Allahım, qurbət məqamını istəyirəm. Cavab gəlir: mənim qurbum Qədr gecəsində oyaq qalmaqdadır. Deyir: Allahım, rəhmətini istəyirəm. Cavab gəlir: mənim rəhmətim Qədr gecəsi sakinlərinə mərhəmətdədir. Deyir: Allahım, siratdan keçmək icazəsi istəyirəm. Cavab gəlir: siratdan keçmək rəmzi Qədr gecəsində sədəqə verməklədir. Deyir: Allahım, behişt və nemətlərini istəyirəm. Cavab gəlir: o Qədr gecəsində təsbih deməyin güruhundadır. Deyir: Allahım, cəhənnəm ateşindən nicat istəyirəm. Cavab gəlir: cəhənnəmdən nicat rəmzi Qədr gecəsində istiğfar etməklədir. Deyir: Allahım, sənin rizanı istəyirəm. Cavab gəlir: o kəsə ki, mənim rizam şamildir, Qədr gecəsində namaz qılar. Bəli, bu mübarək gecə elə bir gecədir ki, səhəri günəş şüasız doğar, gündüzün havası mütədildir, baxmayaraq ki, yay fəslində olsa belə. Həzrəti Peyğəmbər salavatullah buyurur: hər kim Qədr gecəsini əhya saxlayar və mömin olar, cəza gününə etiqadı olar, bütün günahları bağışlanar. Qur'anın buyurduğu kimi Qədr o gecədir ki, Qur'an Peyğəmbərin mübarək ürəyinə nazil olmuşdur. Bu elə bir gecədir ki, o biri aləmlə bu aləm bir-birinə yaxınlaşar və birləşər. Qədr gecəsini ona görə Qədr adlandırırlar ki, Allah həmin gecədə bir illik hadisələri təqdir edər. Belə ki, həyatı, ölümü, ruzini, səadəti, bədbəxtliyi o gecədən gələn Qədr gecəsinə qədər müəyyən edər. O gecədə mələklər Allah bəndələrini əhatəyə alar. Bu gecədə hər bir insanın bilirlik, xeyri, şər'i ruzisi, həyatı və ölümü müəyyən olar. Bu gecədə müsəlmanlar birləşər və müttəhid olar. Yoxsul ilə zəngin bir-birindən ayrılmaz. Hamı Qur'anı başına qoyar və əllərini məbuduna tərəf açarlar. Hamı bərabər və qardaşdırlar. Hamı bir yerdə deyər: İlahi əl-əf. Bəli, Qədr gecəsi ayılmaq gecəsidir. Hamı Allah dərgahında ayıq və sayıq olmaq istəyir. Şeytanı özündən uzaqlaşdırmaq istəyir. Sanki yer kürəsi də bu gecədə oyaq olur və heç yatmır. Hər kəs dua edər, ibadətlə məşğul olar. Qur'an oxuyur, namaz qılır. Bu gecələrdəki fürsəti əldən verməyək və ayılmağa çalışaq. Bismillahirrahmanirrahim. Bu gecə ikinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri: 1. Qusl etmək. Mərhum Əllamə Məclisi bu quslu günəş batan çağı alıb, onunla axşam namazının qılınmasının müstəhəb olduğunu söyləyib. 2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Qur'anı qarşılayaraq deyir: İlahi, sən bu gecə mənə Qur'an nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram. 3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni, ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm. 4. Qədr gecəsinin namazı. 2 rükət namazı, hər rükətdə həmddən sonra 7 dəfə İxlas surəsini oxumaq lazımdır. Namazdan sonra 70 dəfə Əstəğfirullahı və ətubu iləh deyilməlidir. İmam Cəfər Sadiq əleyhissalam buyurur: hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə Əstəğfirullahı və ətubu iləh deyərsə, səcdədən qalxmamış Allah onun ata-anasının günahlarını bağışlayar.
Həzrəti Peyğəmbər salavatullah buyurub, kim bu əməli yerinə yetirərsə, yerindən qalxdığı vaxt artıq Allah Teala onun ata-anasının günahlarını bağışlamış olar. Allah mələklər təyin edər ki, gələn ilə qədər onun üçün savab yazsınlar. 5. Qur'anı başa qoyub, Allahın, Peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı baş üstə qoruyub saxlamaq deməkdir. Yəni, ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən. Mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam. Həzrəti Peyğəmbər salavatullah buyurur, hər kəs Qur'anı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Qur'an onu cəhənnəmə tərəf yönəldər. Yəni, hər kim Qur'anı oxuyub ona əməl edərsə və ona tabi olarsa, Qur'an onu cənnətə aparıb çıxarar. Lakin Qur'ana tabi olmayan şəxs, Qur'an oxumağına baxmayaraq cəhənnəmə vasıl olar. Qur'anı başa qoyub, Allaha və 14 məsuma and verməyin mənası budur ki, ey Allahım, mən sənə və sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm. Qur'anı baş üzərinə qoyub dua etməyin qaydası belədir. Əvvəl Qur'anı açıb bu duanı oxumaq lazımdır. Allahümmə inni əsəlükə bi kitabikəl munzəl və mə fihi və fihi ismükəl əkbər və əsmaükəl husna və mə yuxafu və yurcə ən təcələni min utəqaikə minən nar. Sonra Allahdan öz istəyini dilə. Sonra Qur'anı baş üzərinə qoyub bu duanı oxumaq lazımdır. Allahümmə bihaqqi həzəl Qur'an və bihaqqi mən ərsəltəhu bih və bihaqqi kulli mu'minin mədəhtəhu fihi və bihaqqikə aleyhim fələ əhədə ərəfu bihaqqikə mink. Sonra isə bu sözlərin hərəsini 10 dəfə demək lazımdır. 10 dəfə bikə ya Allah, 10 dəfə bi Muhammedin, 10 dəfə bi Aliyin, 10 dəfə bi Fatimətə, 10 dəfə bil Həsəni, 10 dəfə bil Hüseyni, 10 dəfə bi Ali ibn Hüseyn, 10 dəfə bi Muhammed ibn Ali, 10 dəfə bi Cəfər ibn Muhammed, 10 dəfə bi Musa ibn Cəfər, 10 dəfə bi Ali ibn Musa, 10 dəfə bi Muhammed ibn Ali, 10 dəfə bi Ali ibn Muhammed, 10 dəfə bil Həsən ibn Ali, 10 dəfə bil Hüccə. Bu mübarək adlara and verən zaman Qur'an başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur. 6. Bu gecənin bir əməli də Həzrəti İmam Əli əleyhissalam və Həzrəti İmam Hüseyn əleyhissalamın ziyarətnaməsini oxumaqdır. 7. Bu 3 gecədə əhya tutmaq, bu gecələri yatmadan səhərləmək də müstəhəbdir. Bir hədis-i şərifdə belə keçir. Qədr gecəsini əhya tutan kimsənin günahlarını Allah bağışlayar. 8. Hər 3 gecədə də 100 rükət namaz qılmağın çox fəziləti var. Kimin boynunda qəza namazı varsa, 6 günlük qəza namazı da qıla bilər. 9. Covşəni kəbir duasını oxumaq. 10. Həzrəti Peyğəmbər salavatullah və onun pak əhli beytinə salavat göndərmək. 11. 100 dəfə əstəğfirullah Rabbi və ətubu iləh demək və tövbə etmək. Bu əməlin mənası belədir. İnsan keçmişdə etdiyi günahlardan peşman olub, gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni, ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabi olacaq və bir daha günah etməyəcəm. Bismillahirrahmanirrahim. Qədr gecəsinin ən yaxşı əməli hansıdır?
İnsan həyatında bəzən elə fürsətlər meydana gəlir ki, əgər onlardan istifadə etsə, çoxlu xeyir aparmış olur. Bu fürsətlərdən biri də Qədr gecəsidir. Bəli, Qədr gecəsi 1000 gecədən daha üstündür və bu gecədə insanın taleyi həll olunar və bir illik təqdiri təyin edilir. İmam Əli əleyhissalam buyurur, fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin. İnsan həyatında meydana gələn fürsətlər qızıl kimidir. Bəlkə ondan daha dəyərlidir. Onun qədrini bilmək lazımdır. Qədr gecəsinin özünə məxsus əməlləri və ibadətləri vardır. O cümlədən qüsl almaq, namaz qılmaq, Qur'ana başa qoymaq, əhya namazı qılmaq kimi əməllər. Bəs bu əməllərin içərisində ən üstün olanı hansıdır? Qədr gecələrinin əksər hissəsində biz Qur'anı başımıza qoyur, Coşan-ı Kəbir duasını oxuyur, istiğfar edirik. Bu əməllərin savabı böyükdür. Ancaq məsələ buradadır ki, dua oxumaqda hədəf nədir? Niyə Qur'an məhz bu gecədə nazil olmuşdur? Bu gecənin izzətlərindən biri də budur ki, müqəddəs Qur'an kitabı bu gecədə nazil olmuşdur. Bu elə gecədir ki, gərək onun hədəfi barəsində təfəkkür edəsən. Əks halda etdiyin duaların əhəmiyyəti az olacaqdır. Qur'an oxu, dua et, ancaq təfəkkür edərək. Ona görə də deyə bilərik ki, bu gecənin ən yaxşı əməli təfəkkürlə edilən ibadətdir. Həzrəti Peyğəmbər sallallahu buyurur, bir saat təfəkkür etmək, bir il ibadət etməkdən daha üstündür. Hər kim təfəkkür edərsə, Allah onun qəlbini mərifət nuru ilə doldurar və bəsirətini açar. Təfəkkür ancaq insana məxsus əməllərdəndir. Ona görə də Qədr gecələrində təfəkkür etməyi unutmayaq. Çünki təfəkkür etmək bu gecənin ən üstün əməlidir.